Xoş gəlmisiniz Elşad bəy. Necəsiz? Nə var, nə yox? Çox sağ olun. Haralardasınız, neçə vaxt? Cadu, əgər stres içindəsinizsə, elə xəstəliklər var ki, baxın belə deyim, bütün dərmanların tərkibində ilan zəhəri var. Bütün dərmanların və bu özü də bütün dərdə az da olsa kömək edir. Sizə bunu hələ ehtiyac görmürdüm və indi görürəm. Çox sağ ol ki, məni qəbul elədin. Bilirəm, çoxdur insanlar özünə gəlib burada şəfa tapanlar çoxdur. Səndə vaxtın yoxdur, amma sağ ol ki, məni növbədən kənar qarşıladın. Elşad bəy, ayağa qalxın siz. Mən bunu boynunuza sarıyacağım. Hə, boynuma. O vurmur. Yox. Baxın. İndi siz oturun, mən dua oxuyacağım. Görün öz-özü bircə dəqiqə. Narahat olmayın. Oturun. Oy. Oturun. Bəli, bu cürdür və 3 dəfə gələcəksiniz. O sizə kömək olacaq. O yox, Allah kömək olacaq. Sadəcə olaraq mənfi enerjini çıxardır. Necə yüngülləşdim, həqiqətən yüngülləşdim ha. Yəni, hələ ondan da yaxşı olacaqsınız. Çox adam ilandan qorxur, amma əslində qorxmasınlar. Əslində çox insanlardan qorxun, ilandan yox. Gördünüz, ilan sizə kömək elədi. Sizin özünüzdən xəbəriniz yox idi. Gələndə necə idiniz, indi necə oldunuz? İnandırım ki, Natavan xanım, mən bura gələndə elə bildim ki, başımda nəsə belə yüklər var idi. O yüklər getdi, gözüm açıldı.